Ənvay adamlar sizdə bedər günü. Hər tayfada bir nəfər var ki, deyəcəkdir, gətir onu çadıra qurun, geçim o bəğələ. Nədir sazın vaxtıdır, getir bir saz sala. Bir nəfər destirmana çayqət daşıya. Bir teyid adam var ki, Adəməzdurdur. Xanivadəni vuracaq qoltuğuna, aparıb bədbəxtləri bir yerdə oturdacaq ki, oradan Həzrəti Nuh da soğuşmayıb. Ay qardaş, qəlbi qarasan o töyündə da həm gəzmək istir, həm qəlbi qaralıq ki, heç kim mənim arvad uşağımı görməsin. Gördünüz bir xanivadə, ağzı boş oturublar, bir-birlərinə baxırlar. Birinci onlar şefsazdılar. Şefsaz əlində bir dənə toğ alar, onda tütü təbərliyi qəyirər. Gətirər 15 nəfərə. Biz valla rejimdiyik, elə həmin bir sıx yiyək. Amma mühdə olsa 5 çörək yiyəcəklər. Adam da vardı ki, sizdə 5 gün qalandan deyər, inşallah hava xarab olsun, yağışlıq olsun, mərdum eşiyə çıxanmasın. Bilinmir mənfazı nədir. Alada yağış deyibdi. O tövdə özü gör, durayağa dizi gör. Bir də var ki, sarı qapaq özünə iş qəyirəcək. Ağzı qalacaq yerdə. Axırda da 15 nəfəri bir dənə dava salacaqlar. Gələn sizdə həkimin qalacaqlar içəridə. Bir də doncu yığışıb vəsailə alarlar. Bu deyər mənə az yetişdi. O deyər mənə bir sıx çox yetişdi. O deyər gördün, filanca özünkilərə çox yedirdirdi. Axırda da övə gələndə tövbə elərlər, biz qələt eləyək gələni bulaqla gedək. Bir də var ki, zorla, qaynanası ilə gedib sizdə gələndən matəm tutub. Nə yeyir, nə içir, nə danışır, mırsığın sallayır. Özü də bizliyir ki, tucədə o tərəfədə. Bir də var ki, davazda bedərə gedərlər. Sizlərdən bir gün qabaq çıxarlar eşiyə. Bunlar pişvazı edir. Nədir, sabah şayət yağışlıq olar. Bunlar özlərindən mod qoyublar.